sahəsində fəaliyyət göstərən iş adamı Rövşən öz peşəkarlığı, məsuliyyətli fəaliyyəti və insanlara olan yüksək münasibəti ilə seçilən nüfuzlu şəxslərdəndir. O, həyata keçirdiyi layihələrdə keyfiyyət, dürüstlüyə və müasir tikinti standartlarına daim xüsusi önəm verir. Tikinti sahəsində uğurlu idarə etmə, planlı fəaliyyət və işinə olan sevgisi onu həm əməkdaşları, həm də cəmiyyət arasında hörmət qazanan bir iş adamına çevirib. Rövşən rəhbərlikdə etdiyi işlərdə təkcə binalar deyil, insanların rahat və təhlükəsiz gələcəyini də inşa edir. Onun rəhbərliyi ilə görülən işlər keyfiyyət, etibar və peşəkarlığın nümunəsi hesab olunur. Diqqətli münasibəti, sosial məsuliyyət hissi və vətəndən faydalı olmaq arzusu onu fərqləndirən əsas xüsusiyyətlərdəndir. Əzmkar fəaliyyət və qazandığı uğurlarla Rövşən gənc sahibkarlar üçün də örnək sayılır. Onun tikinti sektorundakı fəaliyyəti ölkəmizdə quruculuq və inkişaf prosesinə mühüm töhfə verir. Gələcəkdə də daha böyük uğurlara imza atacağına inam böyükdür.